Dostlar, bugün sizler için evde hazırlayabileceğiniz en asan ve en pratik dondurma resepti görüşeceğim. 3 erzakla tanış olaq. Bize lazım olacak yoğurt, qatlaşdırılmış süt ve qaymaq. Qaymağı əlavə edirik qabın içərisinə. Mikser köməyi ilə tam asana qədər qarışdırırıq. Bu vəziyyətə gəldikdən sonra üzərinə 4 qaşıq qatlaşdırılmış süt əlavə edirik. Dostlar, mənə dəstək olmaq üçün YouTube kanalıma abunə olsun, məni çox sevindirərsiniz. Fəxri Şef Yeməkləri kanalın adı. Mikserlə tam asana qədər qarışdırırıq. Və üzərinə bir paçka yoğurt əlavə edirik. Onu mikser köməkli yox, sadəcə qaşıqla qarışdırırıq. Dostlar, mən piçə ilə istifadə etdim, siz etməsəz də olar. Bunu qat-qat yığıram. Hamısını yığdıqdan sonra üzərini salafanla bağlayıb dondurucuda 2 saat gözlədirəm. Reseptimiz tam vəziyyətdə hazırdır. Hazır bir nəştənuş olsun. Fikirlərinizi gözləyirəm. Əmin olun ki, mağazalardan aldığınız dondurmalardan qat-qat dadlı və ləzzətlidir. Keyfiyyətinə də söz ola bilməz. Nuş olsun hər kəsə.